Sulutəpə, Binəqədi, Xocasən ərazisində yaşayan bütün vətəndaşlara səslənirəm. Əgər sizin də bu hallar başınıza gəlibsə, ev tikmək üçün, obyekt tikmək üçün sizdən yüksək məbləğdə rüşvət istəyiblərsə və buna dair sübutlarınız, faktlarınız varsa, zəhmət olmasa mənimlə əlaqə saxlaya bilərsiniz WhatsApp nömrəmlə. Tam anonimlik, məxfilik qorunur. Binəqədi icra başçısının Elxan Allahverdiyevdən əvvəl də Xaləddin İskəndərovun gətirdiyi bir ənənə olub. Xaləddin İskəndərov Vergilər Naziri Fazil Məmmədovun yeznəsidir. Xaləddin İskəndərov bu ənənəni gətirib, o zamanlar 10.000 manat verib ev tikmək olurdu. Sonradan isə Elxan Allahverdiyev icra başçısı təyin olur Binəqədiyə və o zaman 7.000 belə verirlər, 4.000 isə təkcə polis rəisinə verirlər, Zülfüqar Orucova. Bu bir mərtəbəli bina üçündür, ev üçündür, bir mərtəbəli ev tikmək üçün. 2 mərtəbəli ev tikmək üçün isə 14.000 icra başçısına verməlisən, 4.000 isə yenə polis bölməsinə verməlisən. Polis bölməsinin bunlara qarışacağı yoxdur. Bu adlı elini pul alın sakinlərin mənə dediyi iddialara görə. Zülfüqar Orucovun işçilərindən biri olan Anar Uçaskovudur, ərazi Uçaskovusudur və o əvvəl gəldikdə 08 markalı maşın sürürmüş, yeni gəldikdə, sonradan isə tez bir zamanda bahalı bir markalı maşın alıb, qiymətini, dəyərini bilmirəm. Maşının nömrəsi isə 412-dir. Sahə müvəkkili var, adı Eldənizdir. Deməli, bu şəxs, o da 50.000 manat dəyərində Toyota Land Cruiser Prado markalı maşın sürür. Sonra Zülfüqar Orucovun şəriki adlandırılan Hacı adında əməliyyatçı var. Bu adamın yağlama yeri, sonra restoranı, moykası, hektarlarla torpağı var. Özü isə 95 minlik dəyərində bahalı bir markalı maşın sürür. Maşının nömrəsi 080-dir. Bu pullar bunlarda hardandır? Əməliyyatçı nə qədər maaş ala bilər ki? Və yaxud hansısa bir sahə müvəkkili nə qədər maaş ala bilər ki, 50.000 manatlıq dəyərində təkcə maşınının qiyməti olsun, hələ evinin qiymətinin, dəyərini bilmirik biz. İddialara görə Xaləddin İskəndərov gəlməmişdən əvvəl Binəqədi Neftin ərazisində olan torpaqları 500-ə 1000 manat rüşvətlə icazə verirdilər ev tikməyə. Kimlərə ki icazə verilmirdisə, kimsə orada ev tikmişdisə, o adamların evləri sökülürdü. Kimlərə ki pul verirdi, göz yumulurdu. Deməli, evi sökülənlərdən, hətta orada elə bir məsələ baş verib ki, ev tikilib, evin içində mebeli, hər bir şey yerində olub, pul vermədiyinə görə gəliblər o evi, evin içində xəstə adam olub, koleskalı şəxs olub, evi söküblər, həmən şəxs də sökülən binanın altında qalaraq ölüb. Və bu hadisədən sonra Xaləddin İskəndərov ora təyin ediblər. O da gedib, o vaxtlar SOCAR-ın prezidenti Rövnaq Abdullayevlə müqavilə bağlayıblar ki, öz aralarında 5.000 verirəm sənə hər yerə görə, sən bura qarışma iman. Mən sənin 5.000-i verəcəm. Bu da gəlib, cəmaatdan 10.000 manatdan pul yığıb ki, 10.000 verin mənə, gedin o harda istəyirsiniz, ev tikməyə icazə verirəm sizə. Və beləliklə belə bir biznes qurublar özlərinə. Sonra Xaləddin icra hakimiyyətindən çıxdıqdan sonra Elxan Allahverdiyev gəlib. Elxan Allahverdiyev isə qiymətlərdə dəyişikliklər eləyib. Kim kimə nə verəcək, kim kimdən nə qədər alacaq, bunların bütün söhbətləri hamısı o Həkəri adlandırılan restoranda baş verir. Bu Həkəri də Sulutəpədə Coca-Cola şirkəti ilə üzbəüz bir restorandır. Həkərinin yanında
bir mərtəbəli bir başqa bir obyekt var. Deyilənlərə görə o obyekti əvvəllər 30.000 manat, yiyəsi 30.000 manat verib Xaləddin İsfənd ki, ikinci mərtəbəsini tikməyinə icazə versin. Daha doğrusu tikməyinə icazə versin. İcazəsini alıb 30.000 manatla. Sonradan Xaləddin getdikdən sonra yerinə Elxan Allahverdiyev gəlib. İkinci mərtəbəni artırmaq üçün Elxan Allahverdiyevdən icazə istədiyi vaxtı o zaman Elxan Allahverdiyev də 30.000 manat təzədən yenidən pul istəyib. Deyib ki, Xaləddin artıq gedib, bunun bizə aidiyyəti yoxdur. 30.000 manat ver, tik ikinci mərtəbəni. Baxın, bu hal-hazırda bunları danışdıqlarıma dair bir sübutlar yoxdur, amma bunlar hamısı iddialardır, sakinlər arasında danışılan söhbətlərdir. Lazımi qurumlardan xahiş olunur ki, mən sizə bütün bu məlumatları verdim. Yəni, xalqın sizə dəfələrlə bu barədə şikayət eləyənlər də olub, amma heç kim buna bir tədbir görməyib. Zülfiqar Orucov deməli dəfələrlə səsləndirib ki, mən Vilayət Eyvazovun xalası oğluyam, heç kim mənə heç nə eləyə bilməz, mən ürəyim necə istəyir, elə də eləyəcəm, kimə nə deyirəmsə, onu da eləməlidir. Mənə heç kim, heç bir kəs komanda verə bilməz. Lazım olan komandanı mən verirəm. Zəhmət olmasa bu barədə bir tədbir görün.